Ayşən Əhmədova, 8 illik pedaqoji təcrübəyə sahib məntiq müəlliməsiyəm. Periodə hazırlaşan tələbələrimizə məntiq dərslərini tədris edirəm. Dərslərimdə əsas məqsədim tələbələrin sadəcə testləri keçməsi, öyrənməsi deyil, eyni zamanda onların məntiqi qərar vermə, düşünmə bacarıqlarını da inkişaf etdirməkdir. Çünki bilirik ki, məntiq standartlar üzərində qurulmayıb. Eyni zamanda çalışıram ki, dərslərdə hər tələbənin bilik səviyyəsinə uyğun testlərlə, motivasiyaçı yanaşma ilə onların nələrsə öyrənməsinə səbəb olur. Mən düşünürəm ki, məntiq QS-in əsasıdır, hətta təməlidir deyə bilərik. Çünki TEOS-də ən çox sual sayısı məhz məntiqdən olur və tələbələrin də ən çox çətinlik çəkdiyi fəndə məhz məntiq olur. Çünki nəzərə alsaq ki, 480, 490 plus bal toplayan tələbələrdə çətinlik çəkdiyi və yaza bilmədiyi suallar məhz məntiqdə olur. Hər il fərqli testlər, fərqli sual tipləri məhz məntiqdə rastlanılır. Məni fərqləndirən əsas xüsusiyyət budur ki, mən dərslərimdə tələbələrə qaydanı əzbərlə və cavabı tap prinsipi ilə deyil, bu mərhələyə necə gəldik, necə düşündük, testə baxdığımız zaman ilk öncə nələrə diqqət etməliyik, hansı yolu seçməliyik özümüz üçün, bunları tətbiq etməkdir. Çünki bayaq da dediyim kimi, TEOS-də fərqli sual tipləri ilə qarşılaşa bilərik və bu zaman sualın öhdəsindən gəlmək, həmin vəziyyətdən çıxmaq hər tələbənin öz öhdəsinə düşəcəkdir və buna görə də tələbə məntiqi düşünməyi bacarmalıdır. Sadəcə əzbərdən hər gördüyü sadəcə standart sual tipləri üzərindən getməli deyildir. Ki, Azirudu artıq həm işçi kollektivi ilə, peşəkar bir komandası ilə, həm də nəticələri ilə və 500-ləri ilə artıq öz sözünü demiş bir qurumdur və buna görə də məhz tam da Azirudu.